محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد الثناء لله رب العالمين والعاقبة للمتقين. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. اللهم صل على محمد وآل محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. ورب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcillinə salavat hədiyyə elə. اللهم صل على محمد وآل محمد. Xudavənd-i Müteal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi dərgahında qəbul olunmuş ibadət, itaətlərdən qərar versin və bizləri ibadət, itaətdə müvəffəq eləsin inşallah. Məzhəbimizin sahibi İmam Cəfəri Sadiq əleyhissalamın şəhadət gecəsi daxil oldu. Xudavənd-i Müteal o ağanın dünyada ziyarətindən və dünya və axirət şəfaətindən bizləri binəsib eləməsin inşallah. Ağanın da pak və mütəhhər ruhuna salavat hədiyyə elə. اللهم صل على محمد وآل محمد. İmam Cəfəri Sadiq əleyhissalam İmam Baqir əleyhissalamdan sonra hansı ki İmam Baqir əleyhissalam elmləri böldü. Elə elm deyilən bir şey var idi. Bir mislinki bir qabdan götürürdülər. Sonra İmam Baqir əleyhissalam Baqirul Ölüm elmləri böldü. Böldü, təhvil verdi İmam Sadiq əleyhissalama. İmam Sadiq əleyhissalam tələbələr yetişdirdi. Əməvilərlə Əbbasilərin o dərgirindən, bir-birindən keçməsindən, o boşluqdan istifadə elədi İmam Sadiq əleyhissalam. Təbii ki, bu tələbələr hamısı 4000 belə oturmurdular, bir yerdə deyildilər. 4000 rəqəmi fərqli yerlərdə idi. Bəzən bu tələbələrin içində bir çoban var idi. İmam Sadiq əleyhissalam ata minirdi, çıxırdı Mədinədən kənara, gedirdi bir yerdə bir çoban var idi. O çobanla 15 dəqiqə söhbət eləyirdi. O çoban onun tələbəsi idi, İmam Sadiq. Sonra bir vaxt gəlirdi, o çoban öz işini görürdü. Yəni tələbələr bu cür idi. Belə rahatlıq da yox idi dərs deməyə İmam Sadiq əleyhissalam üçün. Evinə girirdilər, evini dağıdırdılar, evin neçə dəfə yandırıblar, evin alova atıblar, dərs gedə-gedə evin içinə yandırıblar imamın evini. Belə deyil, Şah Padişah kimi oturub dərs deməyib İmam Sadiq əleyhissalam. Narahatlıqlar var idi, zamani və sair məkani. Amma hər halda İmam Sadiq əleyhissalam bu işləri görüb. Məzhəbin şəriəti demək olar ki, İmam Sadiq əleyhissalamın hədisləri ilə, rivayətləri ilə doludur. Həm şəriəti, həm əxlaqı. Düzdür, İmam Sadiq əleyhissalama qədər bütün imamlardan gəlib.
şəri hökmlər və s. Amma İmam Sadiq əleyhissalam o mənbəni qoydu, o qanunu qurdu, şəriət kimi qurdu ki, bu günləri biz həmən şəriəti müştəhidlərin əli ilə, onların ictihadları ilə, fikri, qəlbi ictihadları ilə ki, onlar əldə ediblər, veriblər bizə. Biz də əməl eləyirik. Elhamdülillah. Bu İmam Sadiq əleyhissalamın bərəkətindəndir. Ki, məzhəb də elə o ağanın adı ilə adlanıb Cəfəri məzhəbi kimi. Xudavənd-i Mutal bizləri o ağa ilə görüşdürəndə qiyamət günü ağanın yanında başı aşağı olmayaq. Bizim adımız İmam Cəfər Sadiq əleyhissalamın məzhəbinin payimal olunması siyahisində ki, insanların bəzilərinin adları var. Allah bizim adımızı orada qeyd eləməsin. İnşallah onlar adları xəlq içində alim kimi deyildi, düzdür. Xəlqin cahilləri onlara alim dedilər. Onlar da özlərini alim bildilər. Amma onlar özlərini itirdikləri üçün xəlqin sözünü, əlbəttə yenə deyirəm, cahil xəlqin sözünü özləri üçün bir önəm götürdülər. Bu elə bəhsimizə də biraz aidiyyəti olar. Bunu çoxdan bir dəfə danışmışdıq sizə. Təkrar kimi ərz eləyirəm, həm də bu mövzudur. Deyirlər bir alim varmış, çox savadlı alim imiş. Çox da mənəvi, belə ibadətdə, itaətdə filan. Bu qəfil dünyasını dəyişir. Qəfil dünyasını dəyişir, aparıb dəfn eləyirlər. Camaat tökülür, bunun oğlunu kəşan-kəşanla dartırlar, getirib yəb otuzurlar mənbərdə. Deyirlər ki, sən alim oğlusan, alimsən. Bu da deyir, yox mən bilmirəm filan. Deyirlər, yox, təvazükarlıq eləyirsən. Amma həqiqətən deyirmiş ki, yox mən alim deyiləm. Nəsə, bunu dartıb otuzdururlar orada. Daha otuzdurublar, alim də deyiblər. Alim adı da oturub üstümə. Nə edeyim? Filan şey olar, olmaz ha, deyir olar. Filan şey olmaz ha, deyir olar. Olar ha, olmaz. Elə belə özündən deyirmiş. Cəmaat da deyirmiş da, alim oğlu alim olar. Bu dünyada cahillər arasında bir qanundur. Bir dəfə evdən çıxanda məscidə deyirlər, güzgəyə baxırdı ki, sərsifətini düzəltsin. Görür ki, bir iki dənə ağ tük üzündə. Hətta çatıb da 35-40 ağ tük var. Ağ tük birdən başlayır onunla danışmağa. Deyir, neynirsən? Da ölümə doğru gəlirsən. Bu yalan fətvalar nə qədər? Bir özvə gəl. Ağ tüklər ustadlıq eləyir buna. İnsan hər şeydən dərs almalıdır. Hətta o üzündəki ağ tükdən ki, gedirsən o yana, özvə düzən ver. Çəki düzən ver, özvə gəlirsən o yana. Gəlir, çıxır mənbərə, ay cəmaat, indiyəcən sizə söz demişəm. Hamısını yalan demişəm. Mən alim deyiləm. Dartıb salırlar bunu mənbərdən aşağı. Kötək dalayıcan, kötək dalayıcan, bitər, sıyrılır, üstü başı da cırılır, çıxır. Çıxır bulan əlindən, yaşadığı yerdən də çıxır, qaçır. Gedir, çıxır bir yerə, bir çayın qırağında, daha indi qanlayıb üstü başı filanı, paltarlarını yuyur, əl-üzünü yuyur, təmizlənir. Qanı zadı bir nəfər yaxınlaşır. Tövbə eləmişsən, tövbə və Allah qəbul eləsin. Bu bilmir kimdir. Deyir ki, get filan yerə,
Orada bir məscid var, məsciddə bir nəfər dərs deyir. Getdi ona ki, mənə dərsdir. Bu da gəlir. Gəlir məscidə görə bir nəfər böyük adamdır, oturub dərs deyir. Yaxınlaşır deyir, mənə dərsdir. Bu da baxır ki, mən 1000 nəfərə dərs deyirəm, bu da gəlir mənə dərsdir yenə. Mənim vaxtım yoxdur. Doğrudan da vaxtı yoxmuş. O da elə belə alim olmayıb. Axırda bilinir. Kör peşman məsciddən çölə çıxanda bu yaxınlaşır ona. Deyir, nə oldu? Dedim. Deyir, dedi, vaxt yoxdur. Dedi, getdiyini ona ki, filan dərsdən filan dərsin arasında 15 dəqiqə vaxt var, o vaxt desin. Qayıdır, gəlir, deyir ki, bəs filan vaxt, baxır, bu hardan bilir mənim proqramamı? Heç nə demir, deyir, həmən vaxt gəl. İndi 1 gün, 2 gün, 3 gün, 5 gün, bilmirəm nə qədər. Bir dəfə gəlir dərsə, ustad deyir ki, bəs kitabı itirmişəm, bilmirəm hara qoymuşam. Bir gün dərsi yoxdur. Məsciddən çıxanda həmən adam deyir ona ki, nə oldu, nə tez çıxdın dərsdən? Deyir ki, kitabımı itirmişəm, bir gün dərs qalsın. Dedi, getdiyini ona ki, kitab filan yerdədir. Gəlir deyir ki, bəs ustad, kitab filan yerdədir, baxır görür kitab orada. Deyir, sən kimsən? Deyir, heç nə, mən adi adam tövbəkar, istəyirəm dərs oxuyayım. Deyir, bunlar hardan bilirsən? Deyir, bilmirəm, bir nəfər dostum var. Belə tez-tez mənimlə hər gün görüşər, məndən hal-əhval soruşar. O mənə deyir. Bu tutub ki, bəli, bu bilmir o kimdir. Amma bu da ustaddır, bilir o kimdir. Deyir, o dostuva deyərsən ki, bir gün mənimlə görüşsün. Yəni, icazə versin. Əvvəla salamımı çatdırarsan, sonra da deyərsən ki, biz görüşmək istəyir ustad. Görüşür o ilə, məsciddən çıxanda, deyir, bəs belə, ustad belə deyir. Bir ustada deyərsən ki, mən ondan razıyam. Amma görüşməyimiz hələ qalsın. Bu hekayənin içində mühüm şeylər var. Məsələn, azından elə belə ayaqüstü fikirləşmədən danışsaq, bir 10 dənə mövzuda, ayrı-ayrı mövzuda bu hekayəni danışarsan. O, İmam Sadiq əleyhissalamdan ərz elədim ki, İmam Sadiq əleyhissalam elə insanlar yetişdirib ki, biri dəlliyə vurub özünün, vurub cəmaatı içinə. Belə boğulul. Biz bəhlul deyirik. Adı olub boğulul. Boğulul biz demiş ki, danəndə. Biri deyilmiş divanə. Belə. SSR imperiyasının vaxtında bəhlul danəndə kitabçası cəmaatın əlində gezirdi. Niyə gezirdi bilmirəm. Ateizm dövrü idi, amma kitabçı gezirdi. Amma heç kəs bilmirdi bu bəhlul kimdir. Sonralar bəlli oldu. Biz də bilmirdik. Sonralar bəlli oldu ki, bu bəhlul danəndə İmam Sadiq əleyhissalamın tələbəsidir. Ondan ki, da birdən ayıldı ki, ya Əməvilər getdi, Əbbasilər oturdu, başladılar bu haqda düşünməyə. Bu haqda düşünməyə zaman gəldi, vaxt gəldi ki, bu haqda düşünsünlər. Bu haqda başlayanda düşünməyə İmam Sadiq əleyhissalam Bəhlulu çağırdı ki, ged özü vur divanəliyə, dəlliyə. O həqiqətləri dəli Bəhlula, dəli insan adından çıxsın, ağzından çıxsın. Biri belə, biri belə. Çoxlarını da tutdular, öldürdülər, öldürəni. Tutulanı, əziyyət verdilər, əziyyət verəni. Belə. Amma bu insan əvvəli fisq elədi. Amma sonra axırın tapdı. O bildi ki, tabi ağ tüklər bunu başa saldı ki, mən gedirəm. O kim idi? O da İmam Zaman əleyhissalam idi, ya nümayəndəsi. Ya ağanın özü idi, ya nümayəndəsi idi. İmam Zaman əleyhissalam hələm-mələm gəlmir. Hər adamın yanına gəlmir. Gəlsə, adətən nümayəndələri gəlir. Bəzən özü lazım olsa özü gəlir. Ki, Allah bizə də qismət eləyə. Biz də görüşək. Amma bəhsimiz duadadır. İmam Zeynul Abidin əleyhissalam, İmam Sadiq əleyhissalamın babasının duasıdır. Məkarimul əxlaq. Yetişdik bu yerə. Buyurur İmam
Səccad əleyhissalam Allahumma salli ala Muhammed və ali Muhammed tezə abzas və səddidni liən əarizə mən qəşşəni bin nush. Buyurur, ilahi mənə kömək elə. O insanlar ki, mənim qarşıma çıxırlar, mən onların qarşısına nəsihətlə çıxım. Mən nəsihət verən olum. Nəsihətdə nəfs olmur. Məsələn, deyirlər ki, filankəsə nəsihət elədi. Orada nəsihət sözü ki var, bin nush. Nəsihətdə nəfs olmur. İnsan birbaşa ağlı ilə məsləhət verir. Hansı ki, ağılla məsləhət verəndən sonra ona tapır, mənfəət tapır. Ya et, ya etmədən mənfəət tapır. Bir də görürsən ki, mənfəət tapmır, sənin verdiyin, belə deyək, sözlərdən, deməli, nəsihət olmayıb əslində. Əslində sən nəfsi ora qatmısan. Nəfs qatılan yerdə, cümlələrdə o cümləyə nəsihət deyilmir. Bəs nəsihət nədir? Nəsihət yalnız ağlın və qəlbin sözü deyilən yerdə nəsihət sayılır. İmam Səccad əleyhissalam buyurur ki, o insanlar ki, mənim qabağıma çıxdı, mənə kömək elə, mən onlara nəsihət verən olum. Nəsihətdə kömək eləyim onlara, mənfəət verim onlara. Ağlı və qəlbi mənfəət. Və əcziyə mən həcərəni bilbir. İlahi, elə ki, onlar ki, məndən uzaq düşüblər, mən onlara ehsan etməklə onları mənə tərəf qaytar. Burada ehsan, maddi ehsandan getmir. Baxmayaraq ki, İmam Səccad əleyhissalam belə şeylər çox eləyib. Bayramlarda, xüsusən Fitir bayramı, Qurban bayramı və s. Bu dini bayramlar ki var, İmam Səccad əleyhissalam qapısını açırdı, cəmaat gəlirdilər. Orada ehsanlar çox eləyib. Maddi ehsanlar eləyib. Həm giyim, həm yemək ehsanları. Amma əslində bu o mənada deyil. İmam Səccad əleyhissalam bu ağır mənaları deyir. O mənəvi mənaları deyir. Ki, mən tərəfdən ehsan olunsun, onlar da qayıtsınlar mənə tərəf. Belə et. Və o kafi mən qətə'əni bis-silə. İlahi, kömək et mənə. Onlar ki, qət'i rəhm eləyiblər, mən onlarla silə rəhm eləyim. Onlar ki, mənimlə kesiblər əlaqəni. Elə et, mən onları qarşılayım, onlar gəlsinlər mənə tərəf. Şərait yarat və mən silə rəhm eləyim, nə qət'i rəhm. Bilirsiniz də, münafiqin, fasiqin, fiski və nifaqının hərəkəti üçün barmaq sayı əməllər var. Biri də qət'i rəhimdir. Silə-i rəhmi pozmaqdır. Silə-i rəhm pozursansa, fiskün hərəkətə keçir. Fiskün, nifaqın hərəkətə keçir. Bu xətəli şeydir. Bizlər bunda diqqət eləmirik. Quranda Xudavənd Mutal, baxın Bəqərə surəsinə, səhv eləməsəm 27-yə 28-ci ayələrdədir. Allah Teala buyurur ki, onlar ki silə-i rəhmi pozarlar, axırda buyurur ki, onlar fasiqdirlər. Onlar fasiqlərdir. Fasiq kimdir? Fasiq odur ki, açıq-aşkar günahı kəbirə eləyir. Cəmaat içində günahı kəbirə, hamısı bilir. Və o xalifə mən iqtabəni ilə husn-i zikr. İlahi, onlar ki qeybət baxımından mənim qeybətimi eləyib məndən uzaqlaşıblar, elə et ki, onlar haqqında həm məndən onlara, həm onlardan mənə hüsn-i zikr olsun. Yəni, su-i zənnlər ortalıqdan götürülsün, hüsn-i zənnlər ortalığa gəlsin. Yaxınlaşaq bir-birimizə. Və ən əşkurəl həsənətə və oğziyə anis-səyyə. Buyurur ki, ilahi, elə etkinən ki, mənim rəftarlarımın içində onlar ki, yaxşılıq ediblər, həsənə ediblər, onlara mən təşəkkür edim. Onlar ki, oğziyə anis-səyyə. Onlar ki, günah edirlər, mən görməyim, belə deyək də, onların günahlarını görməyim. Bu
zahiri mənanı deyirəm sizə. Onlar ki, səhv ediblər mənim qarşımda, elə et mən onları bağışlaya bilim. Bu mənada. Bilirsiniz də, İmam Səccad əleyhissalam Ramazan mübarəkin birindən onlar ki, xidmət edirdilər. Kim səhv eləyərdi, qeyd edərdi, heç kəs heç nə deməzdi. Baxırdı, bir nəfər səxavət səhv elədi, heç nə deməz, Ramazan mübarəkdir, qeyd eləyərdi. Yazardı, heç kəsə heç nə deməzdi. Fitr bayramı gəlir, hamısını yığardı xadimlərin, namaz qılacaq, fitr namazı. Namazdan qabaq yığardı hamısını. Filan kəs, səxavət, bəli, filan gün filan səhvi filan saatda, filan gün filan səhvi filan saatda. Bir hamısını oxuyurdu üzünə, hamısı eşidirdi. Sonra deyir, mən bağışladım hamımızı. Sonra çevrilirdi qibləyə İmam Səccad ağa, deyirdi ki, ilahi, mən hamısını bağışladım ha. İndi sən də mənə bağışla. Yəni, Allaha göstərmək üçün bu bağışlamaq sifətini bu cür deyirdi və onu ələni açıq-aşkar şəkildə eləyirdi ki, onlar da bunu neynəsinlər? Öyrənsinlər. Növbəti abzaz. Buyurur İmam Səccad əleyhissalam, Allahumma salli ala Muhammedi və aleyhi və hallini bi hilyeti salihin. İlahi, elə et, salihlərin zinəti ilə mən zinətlənim. Onlar ki, salihdirlər, onlarda zinət var. O zinətlə məni də zinətləndir. Həllini bi hilyeti salihin. Quranda ayələr ki, oxuyursunuz, tez-tez, yəqin ki, 2 aya, 3 aya bir dənə Quran xətm eləyirsiniz də, tərcüməsin, inşallah. Hər şey oxuyursunuz, bir dənə Quran oxumursunuz. Oxumuruq deyək də, eyb yox. Hər şey oxuyuruq, bir dənə Quran oxumuruq. Bir deyirsən ki, adamın əlinə bir roman kitabı düşür, getirir elə bir gecəyi qutarır. Amma Qurana gələndə 2 ayədən sonra o qədər ağır gəlir Quran oxumaq ki, 2 dənə ayəni oxuyar 2 dəqiqəyə, örtür, deyir, yoruldum, O qədər ağırdır Quran oxumaq. Amma 4 saat qurdalanır sosial şəbəkədə, PDF oxuyur, heç ahı yoxdur. Heç əsnəmir də. Yoxsa da gəlmir. Elə-belə hey oxuyur, hey baxır. Qurana gələndə 2 dəqiqə adamı çox belə səngin, çox ağır. Deyirsən ki, gör neçə vaxt oxuyuram. Elə bir ki, 4 saat oxuyur. Amma sosial şəbəkədə 4 saatdır, elə bilir 4 dəqiqədir. Tərsinə. Nemin sinixiyyəti o boş-boş şeylərləndir. Həmən o yalanlarla, həmən o yalanlarla doğruların qarışdığı bir yerlə. Niyə görə Quran ağırdır? Çünki hər nöqtəsi həqiqətdir. Zərrə qədər də bir nöqtə bu kitabda yoxdur ki, o nöqtədə zərrə qədər şübhə ola. Təsəvvür edirsiniz? Ona görə ağır deyə Quran. Siz elə bilirsiniz ki, o başqa roman zad oxuyursunuz, o quluvu var. Ya biri misal üçün şeirbazdır. Böyle gün ərzində 4 saat, 5 saat misal üçün şeirlə məşğul olur. Şeir o qədər quluvu var, haqla batıl qarışıb, düzlə əyri qarışıb orada bir-birinə. Ona görə belə rahatdır. Amma Quranda belə deyil. Quranda hər nöqtə 100% haqdır. Hər nöqtə. Sən onu daşıya bilməzsən. Çox ağırdır. Quranın həqiqətləri belədir. Orada şək və şübhə nədir? Bir nöqtəsində şək və şübhə yoxdur. Yəni tam, kamil həqiqətdir. Ona görə insan daşıya bilmir. 3-5 dəqiqədən sonra nədir? Yorulursan. Amma o birisilərdə yəni yorulmaq yoxdur. Niyə? Çünki orada sirxiyyətin var. Burayla yox. İnsan görə təhəmmül eləyə. Sən bilirsən, asandır. Məsələn, bir dənə ayəni biz götürək, 40 gün əməl eləyək. Getdiniz evə, məsələn, sübh namazı qıldınız səhər, inşallah.
Bir dənə elə əlinizi qoyun, bir dənə Quranı açın. Sağdan birinci ayə nə gəldi? Oxuyun. Sonra həyatında hərəkətə sal onu. Deyinə 40 gün mən bu ayəyə əməl edəcəm. Tələbəçilik dövründə Allahın adlarını yazırdıq belə vərəqlərə. Püşk vərəqi kimi pükürdük. Böyle qarışdırıb atırdıq. Məsələn, birini götürdük. Allahın 99 adını birini götürdüm. Məsələn, ədl çıxdı qabağa. Rəhm. Məsələn. Başlayır bunu əməl etməyə. Ki, rəhimli olmaq lazımdır. Ədildə, ədalətli olmaq lazımdır. 40 gün. Ancaq bu Allahın bu adı ilə yaşayırsan. Doldurmaq lazımdır həyatı. Zamanın içini Allahla doldurmaq lazımdır. Harda olursan ol. Biz demişik, o birisi bəhsin ilahi ədəb dərsində o da demişdi ki, onlar inşallah bəhs eləyəcəyik də dedik, bəhs eləyəcəyik. Hətta ictimai yerdə o yerdə ki, işləyirsən, kollektiv var, kollektivin arasında Allahı necə dolduraq ora. Oranı necə Allahla dolduraq. Onlar mühüm məsələlərdir bunlar. Pəs Quranda Xudavənd Mütəal buyurur ki, Amilus salihat. Ellezine amenu ve amilus salihat. Hansılar ki iman götürüblər və salih əməl edirlər. Amilus salihat. Amilu əməl edirlər. Əs-salihat, yəni salih kimi. Bir də var Quranda Xudavənd Mütəal buyurur ki, və əlhiqni bis-salihin. İlahi məni salihləri qovuşdur. Oradakı deyir əmilus salihat, oradakı deyir əlhiqni bis-salihin salihə. Bunların arasında fərq var. Fərq var. Onlar ki salihindir, dala qayıdış yoxdur. Onlar ki əmilus salihdir, o ola bilər xəbis adamdır. Amma nədir? Salih əməl etdi. Amma xəbisdir. Görməmisiniz? Belə qəribə baxırsınız. Görməmisiniz? Misal üçün, ehsan eləyən adam da amma xəbis adamdır. O qədər var ki. Bəli, o qədər var ki. O əmilus salihatdır. Ya əməli salihdir, özü yox. Ya da özü salihdir. Salih əməli də edir, amma bir gün ola bilər, salihlikdən çıxar. O ora aiddir. Amma Hz. Yusuf əleyhissalam Quranda Yusuf surəsində buyurur ki, əlhiqni biz salihin. İlahi mənə salihləri qovuşdu. Hz. Yusuf ha. Hz. Yusuf dua edir Allah'a ki, mənə salihləri qovuşdur. Niyə? Çünki o salihin dala qayıdışı yoxdur. Onlar artıq salihindir. Onlar qutarıblar məsələləri. Onlar iblislə məsələni həll ediblər. Onlar biz kimlərdir? İblis onlar qarşısında acizliyini etiraf edib artıq. Salihin. Amma bir də var əmilus salihat. Əmilus salihat budur ki, yaxşı da ola bilər, pis də ola bilər. Deməli, əmilus salihatla salihinin fərqi. Yaxşı ilə pis əmilus salihatda cəm olar. Amma salihində pis sözü yoxdur. Yəni, salihindi, biz salihdir. Yəni, salihin sözü buna aiddir, amma bir dənə pis cəhəti var, yoxdur belə şey. Yəni, pis cəhətlə o cəm olmur. Amma o ki, əmilus salihatdır, yəni əməli salih görsən, deyir, əməli salihin mənası budur ki, özü salih olmaya bilər. Əməli salihdir. Amma onlar ki, biz salihindir, yəni salihdirlər, onlarda pis əməl söhbəti yoxdur. Onlar özlərini həll eləyiblər. Nəinki başqasının qarnını doyuzdurublar, amma özləri ilə məşğul olmayıblar. Bu gələr sizə də hardasa dəyər. Dəyməz? Hə, gecə vaxtı dəyər elə. Dəyər sizə də. Yəni ki, biliyorsan ki, 3 nəfərin, 5 nəfərin qapısını döyərsiniz, deyirsiniz ki, məsələn, bu sizə çatacaq. Gör mən nə elədim.
Salih əməl onun qarnını yedizdirməkdir. Onun qarnını yedizdirmək salihdir. İndi mən kiməm? Burada əməlus salihatda onlar ki, salih əməl edirlər cümləsində məni ilə əməl fərqlidir. Əməl salihdir. Mən salih olmaya bilərəm. Amma orada ki deyir salihin, orada əməl salih deyil, özü salihdir. Özü. Bilmirəm bu cümləni haçansa işlətmişəm sizin yanınızda yoxsa yox. O sözü deyən adam mənim üçün maraqlı deyil. Bəziləriniz tanıyırsınız onu. Yəni maraqlı deyil, o şəxs maraqlı deyil. Amma sözü çox maraqlıdır. Diqqətə layiqli sözdür. Özü heç. Bir nəfərin haqqında söhbət eləyirdi. Mən də oradaydım. O dedi ki, o adam üçün. Dedi ki, o adam da misli ruhanidir. Demirəm ruhanidir. Misli. Biraz deyərlər. Baxanda deyərlər ki, məsələn, bu da ruhanidir. Məsələn, şibhi ruhanidir. Deyərlər belə. Onun haqqında biraz danışdı, gileylənirdi. Dedi ki, bir yerə çıxmışdı. Nəsə, sözü budur. İndi mən o xəttdən demirəm sözü, başqa cəhətdən deyirəm ki, bilinməsin kimdən söhbət gedir, nədən olsa da bilmirsiniz siz kimdir o. Uzaqda qalanlardan. Deyir ki, gedib çıxıb bir yerə, orada səhv hərəkət eləyib. İndi bu ki deyir, amma özü heç sözü, yaxşı sözdür. O bunu dedi ki, deyir, sən cəmaata Allahdan danışdığın üçün, Qur'andan, Peyğəmbərdən, Əhl-i Beytindən danışdığın üçün səni qapını açıb buraxıblar içəriyə. O adamlardan danışmısan sən ki, onlar başdan ayağa namus və qeyrət olublar. Onlardan danışmısan sən. Bunlar da görüblər ki, səhələ ancaq bundan danışırsan, qapını açıb buraxıblar sən içəriyə. Bildiniz? Deməli, bir var mən salih sözü danışıram. Bir də var ki, salih sözü danışan adam yox. Filan kəs özü salihdir. Əməlus salihatla əs-salihinin fərqi budur Qur'anda. Heç yerdə yazılmayıb Qur'an-ı Kərimdə ki, məsələn, Həzrəti Yusufun duasıdır, Həzrəti İbrahim Peyğəmbərin duasıdır. Yazılsın orada ki, ilahi, məni əməlus salihatdan qərar ver. Yoxdur belə şey. Qur'anda belə bir şey yoxdur. Məni salih əməl edənlərdən qərar ver. Ayəsi Qur'anda yoxdur. Peyğəmbərlərin duasının içində. Amma var ki, ilahi məni salihlər. Onlar ki, əməlləri salihdən qabaq özləri salihdirlər. Sonra əməlləri də salih olacaq. Salih əməl onlardan ifraz olacaq. İxrac olacaq, çıxacaq. Amma əslində, həqiqətdə, ilk növbədə insanın əməli salih yox, gəlir özü salih olsun. Məsələ budur, mühüm məsələ budur. Burada diqqət eləmək lazım. Deməli, Ənkəbut surəsində Xudavənd Mütəal buyurur ki, وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ Onlar ki, iman götürüblər və salih əməl yerinə yetirirlər. لَنُدْخِلَنَّهُمْ fis-salihin. Allah buyurur ki, biz onları salihlərin içində qatıcıyıq. Salih deyirlər, ha. Lənudxilennəhum. Qatıcıyıq onları salihə. Amma hələ salih deyirlər bunlar. Bunlar ayrı-ayrı adamlardır. Salihin başqadır, əməl-i salihat nədir? Başqa. Yusuf surəsinin 101-ci ayəsində Xudavənd Mütəal ayənin bir hissəsində, axırında Həzrəti Yusuf əleyhissalam Allaha dua edirdi. Tavaffəni muslimən. İlahi məni müsəlman öldür. Və əlhiqni bis salihin. Məni qoş salihlərə. Bis salihinə ya. Nə bi əməli salihat yox. Bis salihin. Salihin özünə. Nə əməli salih olan adama. Yox. Salihin özünə qoş məni. Safat surəsinin 100-cü ayəsində Həzrəti İbrahim Peyğəmbər da indi gəldi, çatdı, oldu 90 yaşı.
övladı da olmur. Allaha dedi, indi biləxərə mən bir uşaq ver də, bir oğlan ver də. Demir Allaha ya. Demir mənə oğlan ver. Demir mənə övlad ver. Demir. Həzreti İbrahim belə söz deməyib. Kəssələr bunu, deyərlər ki, o səxavət nə danışıb? Deyib axı Quranda. Deməyib, Həzreti İbrahim mənə övlad ver. Gör nə deyib? Deyib, Rəbbi həbli, ilahi həbli. Həb yəni hibə, hədiyyə. Hədiyyə et mənə. Nə hədiyyə et? Minəs salihin. Salih ver mənə. Mənə salih ver. İndi Allah veribsə, deməli bu nədir? Salihdir. Bu demir mənə İsmail ver. Deyir salih ver. Demir mənə övlad ver. Deyir salih ver mənə. Bildiniz? Allaha məlumdur ki, İbrahim Peyğəmbər ki, deyir mənə salih ver. İndi ya qız ver, ya oğlan da. Yəni övlad istəyir. Demir övlad ver, deyir salih ver. Yəni salih verməyəcəksənsə vermədən onu deyir. Da 90-a qədər gəlmişəm. İndi bir daha da övlad verərsən mənə salih olmaz. Hə? Ya qız olar, ya oğlan da neynirəm mən onu? Bilirsiniz necə? Demir övlad ver, deyir mənə salih ver. Rəbbi həbli minəs salihin. Hədiyyə et mənə. Amma hədiyyəm sənin mənə hədiyyə nə olsun? Salih olsun. Nisa surəsinin 69-cu ayəsi ki, məşhurdur bu ayə. Buyurur Xudavənd Mütəal ki, salih kimdir? Bu ən gözəl dost. Və hasunə ulaikə rəfiqa. Buyurur ki, ayə belə başlayır. Və mən yuti'illah və rasul. Buyurur ki, hər kəs itaət etsə Allaha və Peyğəmbərə. Fə ulaikə. Onlar kim? Onlar ki, Allah və Peyğəmbərə itaət ediblər. Fəulaikə onlar, yəni itaət edənlər Allahla Peyğəmbərə, məəlləzinə. Burada bir dəstə var. Dəstə. Dayanıblar burada. Bu tərəfdə də insanlardır. İnsanların içində Allahla Peyğəmbərə itaət edənlər var. Allah buyurur ki, hər kəs Allaha və Peyğəmbərə itaət etsə, burada dayananlar var ha. Bunları qoşacağım onlara. Yəni bunlar heç vaxt bunlara qoşulmurlar. Bəzi alimlərin belə bir sözü var, deyirlər. Deyir ki, Həzrəti Adəm, qoymanı deməyim. Yadıma salarsınız, dərsdən sonra deyərəm. Və mən yuti'illah və rasul, onlar ki, Allah və Peyğəmbərə neynirlər? İtaət edirlər. Fəulaikə, onlar itaət edənlər. Bu dəstəyə. Məəlləzinə ən'amallah. Onları qoşacağam bu kəslərə. Hansı ki, bu kəslər ən'amallah. Allah onlara neymət verib. Bunlara. Bunlar Allahın neymət verilmişlərdir. Bunlar ayrıdırlar. Bu tərəfdə də insanlardılar. Allaha itaət edən də var, yoxdur. Peyğəmbərə itaət edən də var, yoxdur. Onlar ki, Allah və Peyğəmbərə itaət edirlər. Allah bugün mən bunları çıxartacağam. Burada mən bir dəstəm var. Qoşacağam bura. Kimdir bunlar? Deyir, ən'amallah. Allahın onlara nemət verdiyi kəslərdir. Əleyhim minən nəbiyyin, Peyğəmbərdirlər. Və siddiqin, siddiqdirlər. Və şühəda, şəhiddirlər. Və salihin, salihdirlər. Bax bir dənə Əmir əl-Mömininə. Əmir əl-Möminində bir dənə birinci yoxdur. Yəni nəbi deyil. Şəhiddir, siddiqdir, salihdir. Baxın Qur'ana, Əmir əl-Möminin haqqında ona demirlər salih əməl sahibi. Deyirlər, o salihdir. Əmir əl-Möminin o salihdir, salih. Nə ki, salih əməl sahibi. Dalican buyurur, və hasunə ulaikə rəfiqa. Nədirlər? Hasunə ulaikə, nə gözəl dostdur bunlar. Təsəvvür elə, əgər bizi aparıb qoşsalar ora, deyəcək, nə yaxşı dostdur bu. Bir nəfərin dostluğu heç vaxt bəxti getirməyib. Axır gedib çıxıb bir yerə, bir nəfər qoşulub buna. Öyle yaxşı-yaxşı da alınıb, 3 il, 5 il, 10 il. Deyəm, bu nə yaxşı dostdur. İnsan özün qoşa əvvəldən ən yaxşı dosta.
Düzdür, həyatda qeyri-məsumların içində görək zaman keçirdəsən. Bunu da deyim də qutaraq və kəzmil qeyz qaldı. Qeyri-məsumlarda belədir. Zaman keçirtməlisən. 3 il, 5 il, 10 il, 20 il ki, bu dostu yoxsa yox. 20 ildən sonra o da ölmüş. Sən də elə bir 15 yaşından başlamışsan, oldu 35. Təzədən birdir. Öyle bir daha da 20 il düz tapmasan, qutardı ömür. Allah da buyurur ki, sənin ki içində dost axtarışı var. De göstərmişəm sənə, elə bunu götür də. Bunu götür. Nəbidir, şəhiddir, siddiqdir, salihdir, bunu götür. Bunlarla yol çıxmaq, həssunə ülaikə rəfiqə. Bunlarla yola çıxmaq gözəldir. Ölüdür axı. Başqa ayədə buyurur ki, ölü deyil. Diridir. Həssunə ülaikə rəfiqə. Şəhid deyil. Başqa ayədən buyurmur ki, ya şəhidlər ölü deyil. Deməli, olar ki, ülaikəl-ləzinə ən'əməllah. Onlar ki, Allah nemət verib onlara. Kimdir onlar? Sıratəl-ləzinə ən'əmtə aleyhim. Gündə elə 10 dəfə bunu Allahdan istəyirik. 17 rükət namazda 10 dənə Fatihə oxuyuruq. 10 dəfə də Allahdan nədir? Sıratəl-ləzinə ən'əmtə aleyhim. İstəyirik Allahdan. Ən'əmtə aleyhim. O kəslərin yolunda ki, onlara nə vermişsən? Nemət vermişsən. Kimdir onlar? Bu şəhiddir, peyğəmbərdir, siddiqdir, salihdir. Yox, ölüdülər buyurur ki, ölü demə, diridirlər. İndə Rəbbihim yurzəqun. Allah yanında ruzi yeyirlər. Gedin düşün olan da alıcan. Əli ibn Əbi Taliblə dostluq eləmək ən gözəl dostluqdur. Düzdür, çətindir. Onlarla dostluq eləmək çətindir ya. Bir, səhv eləməsəm, Həsən Əli İsfahani, bir nəfər üçün Məliki Təbrizi ağaya, Allah hər ikisinə rəhmət eləsin. İndi o şagird də böyük insan oldu, Allah ona da rəhmət eləsin. Yəqin ki, dünyasını dəyişib. Deyir, Seyd Əli deyir, Məliki, üzr istəyirəm, Seyd Əli nəql eləyir, səhv etməsəm, Həsən Əli İsfahani deyir Məliki Təbriziyə ki, bəs filankəsi tələbəçiliyə götür. Götür onu. Ona bax. Məlik onu tanımır, Məliki Təbrizi. Həsən Əli də onu tanımır. Amma baxan kimi, deyir, üzündə bir nur var idi. Deyir, gördüm, bərzaxi sifətlə gördüm. Bərzaxi sifətlə. Gördüm ki, bu layiqdir. Bilsən niyə? Çünki muraqibə eləyir. Çünki hər gün yatanda özündən hesab çəkir. Səndən hesabı harada çəkəcəklər? Qəbirdə, qiyamətdə çəkəcəklər səndən hesabı. Sən ki, indidən özündən hesab çəkirsən, deməli nədir? Bərzaxisən. Və niyə deyirlər ki, ölməmişdən qabaq ölün, bunun böyük bir mövzudur, başqa vaxt danışarıq geniş. Ölməmişdən qabaq ölünün mənası budur ki, muraqibə edin, özünüzdən müğayyət olun, yəni özünüzə baxın. Hesab kitab çəkin, hər gün özünüzdən hesab çəkin. Hesablarda çəkəcəklər, bərzaxdə, düzdür? Əgər indidən özündən hesab çəkirsənsə, haralısan? Bərzaxi. Deməli, bir dənə vətən qabaqdasan. Gedəcəyin yeri üçün indidən özünü eynirsən, hazırlayırsan. Bu, deyir, hər kəs belədirsə, onun sifətində bir dənə xüsusi hal olur. Deyir, Həsən Əli oradan gördü ki, onda var o. Göndərdi onu Məliki Təbrizin üstünə. Məliki Təbriz baxan kimi dedi ki, hə, gəl gedək. Apardı, təhvil verdi onu ustada, deyir ki, böyük adam oldu. Dalican buyurur İmam Səccad əleyhissalam və kəzmil qeyz və elhamdülillahi rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyəlim. Allahümmə salli ala